Bugün bütün dünyada matriarxatlıq hökm sürür. Mən bunun əleyhinəyəm. Qadınların yox, dövlətçiliyi dağıtmaq üçün birinci ailə institutuna zərbə vurmaq lazım gəlir. Bunu da əxlaqsızlıq vasitəsilə eləyirlər. Bu sözləri Yeni Sabah Aza açıqlamasında müğənni Akif İslamzadə bildirib. O, kişi müəllimlərə məktəbdə nə qədər ehtiyac olduğunu bu şəkildə ifadə edib. Bağça və ibtidai sinifdə əksər müəllimlərimiz qadın olub. Bu ayrı məsələdir. Ancaq orta məktəb dövründə kişi müəllimlərə böyük ehtiyac var. Evdə də eynilə. Nə vaxt ki, qadın və kişi çiyin-çiyinə yoldaşlıq eləyirsə, o evdə harmoniya var. Elə ki, qadın evdə komandir oldu, vəssalam. O evdən xeyir-bərəkət gedir. Bütün mütənasiblik pozulur. İstisnalar var. Tarixdə də görmüşük. Amma biz çoxluqdan danışırıq. O vurğulayıb ki, kişi müəllimlərin məktəbə qayıtması üçün təhsil sistemi kökündən dəyişməlidir. Onların məktəbdən uzaq düşməsinin səbəbləri var. Səbəbsiz heç nə olmur. Yadda saxlayın. Təsadüf deyə bir şey yoxdur. Elə bir şey olsaydı, təkcə yer kürəsi yox, kainatın düzəni çoxdan pozulardı deyə müğənni bildirib.